Növbəti şair qonağımız var burada. Bayram Aşırlı gəlibdir, yəqin ki. Buyursun, söz sizdədir. Siz təşəkkür edirəm. Mənim qardaşım, adaşım Binəli Bayrama bu məclisdə məni də görmək istədi. Mən də sizi görmək üçün çox şadam ki, belə gözəl insanlarla mən də eyni tədbiri paylaşıram, görüşürəm. Hər birinizə xoş gəldin deyirəm Binəli adaşımın adına. Bugün həqiqi də insanın evladı olan da sevilir. Amma şairin kitabı olduqca sevilir. Bugün Binəli Bayramın gözəl kitabları ard-ardından işıl görmeye başlayır. O bizim aramızda güzel nüfusa malik, dostluğa malik, insanlığa malik bir insandır. Ben bunu öz əminliyimlə, öz adımdan deyirəm ki, elə büyünkü bu gözəl məclisə, sizin gibi gözəl insanların olmağı da o göstərir ki, bizim qardaşımız çok güzel, mehriban, dostanlı bir insandır. Onun için size teşekkür edirəm ki, her bir insan, Azərbaycanımızın hər bir insanı bu formada olmalıdır və bir-birimizi çox sevməliyik, bir-birimizi çox sevməliyik. Bayramov qardaş, bayram deyirəm, şəhərdən Binəli də deyir ki, mən Binəliyəm, mənə bayram edirsən. Amma əslində Binəli Bayramovdur, ona görə Hasan gəlir dilimizdə Binəli bayram deyəndə. Deyir adamlar müxtəlif, adamlar renk-renk, hərəni bir cürə qismət saxlayır. Həyatda birini düzlük, havalıq, birini də oğurluq, rüşvət saxlayır. Biri də sürəni dost gölgəsində, buyruq marağında, bu təvəsində, valla kişi olma himayəsində onu düşmədə, bərabər saxlayır. Birini varlığın qeydinə dalmaq, birini torpaqdan yüz almaq, birini xalqın qeydinə qalmaq, birini də cəsarət, cürət saxlayır. Bax, o cəsarətli, cürətli olanlardan biri də bizim qardaşımızdır. Hər birimizə eşq olsun, bugünkü günümüzü təbrik edirəm, axarlı, baxarlı olsun. Məndən bu qədər öpürəm.